Müasir dövrün yeni repetitorları. Bəli, söhbət süni intellektdən gedir. Artıq tələbələr, elə müəllimlər özləri də süni intellektlə hazırlaşırlar. Uşaqlar və yeniyetmələr tədris üçün süni intellektdən kömək istəyirlər. Hətta bu üsulla keçilən dərslərin müsbət nəticələri də var. Bəs sözü gedən alət gələcəkdə repetitorları əvəz edə biləcəkmi? Dijital dünyada mövcud olan hər şeyi süni intellekt vasitəsilə öyrənməyimiz mümkündür. Bütün dəqiq elmləri biz süni intellekt vasitəsilə öyrənə bilərik. Riyaziyyat olsun, tarix olsun. Əslində 1-2 il əvvəl məsələn Azərbaycan tarixinə əlaqəli problemlər yaşaya bilirdik, amma hal-hazırda öyrənmək mümkündür. Amma Azərbaycan bu dəqiqə bizim tariximizlə də əlaqəli olsun, digər mövzularla da əlaqəli olsun. Dijital dünyada yetərincə məlumat var. Amma elmi cəhətdən düşünəndə hal-hazırda süni intellektdən mövcud olan keçdiyimiz bütün dərsləri ən yaxşı səviyyədə öyrənə bilirik. Hətta müəllimdən daha yaxşı da bizə öyrədə bilər. Çünki süni intellektdə şəxsi özəl fərdi yanaşma ilə təliminə dərs ala bilir. Hər tərəfli məlumatlı olan süni intellekt sözsüz ki, ənənəvi üsulu əvəz edə bilməz. Yəni, müəllim-şagird ünsiyyəti və münasibətini heç bir texnoloji yenilikdən gözləmək mümkün deyil. Amma danılmaz reallıq budur ki, əksəriyyət sözü gedən yeni metodla məlumatlanır, maariflənir, hətta repetitor yanına getmədən dərslərə hazırlaşa bilir. Evladınız süni intellektdən istifadə edir? Bəli, xanım istifadə edir. Dərslərə kömək edir? Bəli, çox köməyi dəstəyi dəyir. Maraqlıdır, sual-cavab eləyir. Bəli, arada. Ən çox fizika, kimya, belə. Görünən odur ki, artıq repetitorları da süni intellekt əvəz edir. Bəs ölkə təhsilinə bu yenilik hansı töhfələri verə bilər? Zaman ərzində Azərbaycan təhsil sistemində bu məsələnin belə də reallaşması biraz vaxt tələb edən məsələdir. Çünki indiki şagirdlər bilirsiniz ki, şagird-müəllim münasibətlərində belə deyək də məsuliyyət məsələsi ön plandadır. Şagird əgər sualın cavabını düzgün şəkildə qəbul edirsə, onda məsələ yekunlaşmış olur. Bu robotdur, hansı ki süni intellektdir, bunlar hamısı zaman ərzində öz əksini tapacaqdır. İnanıram ki, yaxın gələcəklərdə, yəni bu məsələ əgər öz aktualını qoruyub saxlasa, gələcək illərdə təhsildə öz inkişafını göstərə bilər. Amma indiki zamanda repetitor hazırlığını robot müəllimin əvəz edilməsi mən bilən bu qədər hələ öz müsbət nəticəsini verə bilməz. Bəli, süni intellekt müəllim və şagird münasibətini əvəz edə bilməsə də günümüzdə bizim ən yaxın dostumuza çevrilib. Nigar Babayeva, Bağır Kərimov, Emin Tağıyev, Belə Səhər.